valideynlər, tələbələr, şagirdlər və İngilis Akademi kursunda olan hər kəs. Hətta müəllimlər də bura daxildir. İngilis Akademinin 2026 tarixində fevral ayları ərzində bu saytımız ərsəyə gətirildi və saytımız nələrdən ibarətdir? Mən sizə onu açıqlamaq istəyirəm ilk növbələrdə. Burada şagird nömrəsi daxildir və yaxud da müəllimlər üçün MİQ imtahanı hazırladığımız zaman bura həmin imtahanları yerləşdirə bilirik və necə yerləşdirəcəyimizi və neçənci siniflərə uyğun olduğumuzu da yazmışıq bura. 1-ci sinifdən 11-ci sinifə qədər olan imtahanlar hamısı buraxılış üzərində verilir və ona uyğun şəkildə təsərlənir. Mən sizə belə deyim, OTK-nın hazırladığı sınav platforması kimi eyni həmin dediyimiz sınav platformasındadır və biz burada açıq sualları necə qiymətləndiririk? Hər kəsin soruşduğu suallardan da biri budur. Açıq sualları biz necə qiymətləndiririk? Qiymətləndirmə bölməsinə gəldiyimiz zaman gözləyən cavablar yazılıb burada. Gözləyən cavablar yerində şagirdlərin ora qoyduğu, yəni cavabları var. Klaviaturalarında və yaxud da telefonlarının klavyelərində yazdığı cavablar burada əks olunur. Və biz ona əlimizdəki olan meyarlar doğrultusunda biz onları cavablandırırıq. Neçə bal olduğunu oraya yazırıq. Burada da məsələn bizim şagirdlərimiz var. Şagirdlərin siyahısı var və ümumi şagird, ümumi imtahan, aktiv sessiyalar və tamamlanmış imtahanları var. İmtahanlara gəldiyimiz zaman isə 9-cu sinif və 11-ci siniflər üçün imtahanlarda bura qoymuşuq. Yəni hal-hazırda aktiv vəziyyətdədir. İndi şagirdimizin biri üzərindən gedəcəyik. İnşallah. Məsələn, özüm mən əlavə eləmişəm bura 11-ci sinif olaraq. Hal-hazırda burada şagird nömrəsini yazırıq. Adı və soyadı əlavə edirik. Bir saniyə əzizlərim. Hamısında doğru şəkildə yazmamız məsləhətdir ki, imtahana daxil olaq. Və buradan 11-ci sinifi biz buradan seçirik və imtahana daxil oluruq. İmtahana daxil olduğumuz zaman müddəti 128 dəqiqə olduğunu bilinir. İmtahan başlandıqdan sonra sayğaz dayanmır və geriyə qaytarıla bilmir. Web saytı bağlansa belə cavablarınız yadda saxlanır. Vaxt bitdikdə imtahan avtomatik təhvil verilir. Yəni PDF şəklində olaraq sizin telefonunuza əlavə olunur. Və bu rəsmi olaraq İngilis Akademinin öz səhifəsidir. İmtahana başla deyirik. İmtahana başladığımız zaman İngilis dili 26 sual, Azərbaycanda otur riyaziyyat 25 və anında da bizim burada yuxarıda sayğacımız işlə vəziyyətdədir və sayğacımız işləyir və imtahan davam edir. Səs kaydını dinləyin. Yuxarıda İngiliscə olan səs kaydımız önüzdür və 2 dəfədən artıq imtahandakı kimi dinləmək olur. Baxa bilərsiniz. Bir dəfə dinlədi. İkinci dəfə də dinləməyə davam edir. Və buradan işarətləyirik. Body and spirit. Sport in Azerbaijan has ancient roots. Wrestling has been traditionally regarded as Azerbaijan's national sport. Buradan Azərbaycan dili qismına gəldiyimiz zaman Azərbaycan dilində işarətlədik. Burada da cavab meyarımızı biz yazdıq məsələn. Növbəti. Bunu da yazdık. Tamam. Yekunlaşdıra və tıkladığımız zaman yekunlaşdıra basırıq və anında bizə PDF-imizi verəcək. Bir neçə saniyə gözləməyimiz önəmlidir amma. Və bir neçə saniyə gözlədiyimiz zaman bizim burada deyir, nəticəmiz 1% oldu. Çünki biz düzgün yazmadığımıza görə nəticəmiz 1% oldu. Ümumi balımız 2 bal oldu. Doğru sual 1, səhv 5 və ən yenilikçi texnologiyaya sahib olan sayt hal-hazırki vəziyyətdə budur. Yəni Azərbaycanda. Və belə bir saytların hazırlanmasını necə hazırlamaq falan olur. Yəni Azərbaycana yeni olaraq yeni bir proyekt gətiririk zaten. Və o proyekti bizim adlarını çəkmək istəmədiyim bir-iki qrup eləyir. Yəni bir qrupumuz var, orada eləyirik və istədiyiniz tədbirdə və yaxud da istədiyiniz ölçü biçimində olaraq Azərbaycan Respublikasında yenilikçi olan saytları təqdim eləməyə hazırıq. Diqqətin üçün çox təşəkkür edirəm
və səhv suallar da burada verilir və bunu da PDF olaraq indirib valideynlərinizə və yaxud da qohum və tanışlarınıza göndərə bilərsiniz. Və bir də məsələ var, qiymətləndirmə qismını necə eləyirik, onu da mən sizə deyim. Qiymətləndirmə də buradan hal-hazırki vəziyyətdə eləyirik və imtahanımız yekunlaşır. Bu qədər.